Qarabağda daha bir ayrılıq. Bu dəfə Qarabağın əfsanəsi kapitan Abdullah Zubir başqa komandanın yolunu tutur. Videonu bəyənin, şərhlər bölümündə siz də fikirlərinizi yazın. Sizcə kapitan getməlidirmi, qalmalıdırmı? Məncə getməsə, bir neçə ildə qalsa daha yaxşı olar. Siz də öz fikirlərinizi yazın və Qarabağın transfer etməsini istəyənlər mütləq videonu bəyənin və çalışaq ki, bu video Qarabağ rəhbərliyinin qarşısına çıxsın ki, onlar da bizim transfer tələbimizi görsünlər. Mən isə məlumatı sizin nəzərinizə çatdırım. Belə ki, Qarabağ komandasının kapitanı Abdullah Zubir Əl-Şahaniyə klubuna keçəcək. Bu, Qətərin komandasıdır. İlkin razılıq əldə olunub, amma məsələ ondan ibarətdir ki, Əl-Şahaniyə Qətər əsas liqasında bu mövsüm qala biləcək yoxsa yox, bax bu sual altındadır. Son bir oyunu qalıb. Bu oyundan sonra artıq bəlli olacaq ki, bu komanda Qətər liqasında qalacaq yoxsa yox. Ondan sonra Abdullah Zubirin gedişi baş tuta bilər. Daha ətraflı məlumat üçün və digər transfer xəbərlər üçün aşağıda tag etdiyim bu videonu izləyə bilərsiniz.